Deməli, bugün sizə izah eləyəcəyim hissə norma, yazı dil və əməli yazı nümunələrdir. Deməli, yoldaşlar, ümumiyyətcə dillə bağlı axırıncı dəfə 2023-cü qəbulunda sual görmüşəm. Yəni ondan bura hələ ki dillə bağlı sual gətirməyiblər. Onlar indi təkrar gətirərlər. Baxın, deməli, dillə bağlı sual düşərsə nəzəri suallar olur. İmtahanın birində yazıb ki, dil irqi irsi cəhətlərlə bağlıdır. Bu fikir səhvdir. Öncə deyirəm ki, bax, məsələn, atası, anası Azərbaycanlı olan bir uşağı biz xarici ölkəyə qoysaq, artıq o formalaşanda xarici dildə danışacaq. Atanın, ananın dili ilə danışmayacaq. Ona görə dil irqi irsi cəhətlərlə bağlı deyil. İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Və imtahanın birində yenə yazıb ki, dil insanlar arasında yeganə ünsiyyət vasitəsidir. Düzdür, dil insanlar arasında ünsiyyət vasitəsidir. Amma yeganə sözünə görə səhvdir. Yeganə deyil. Məsəl üçün, jest, mimika, əl-qol hərəkətləri var. Sonra dilin yaranması insanda şuurla, təfəkkürlə bağlıdır. Dil yalnız insana məxsusdur. Yəni heyvanların çıxardığı səslər, yəni bunlardakı dil deyil, instinktdir. Və bununla bağlı sizə test göstəreyim. 2023-cü qəbul. Baxın 19-cu suala, açıq sualda verib bunu. Yazıb ki, dil haqqında hansı fikir səhv? Deməli, dil irqi irsi cəhətlərlə bağlıdır. Bu fikir səhvdir, bağlı deyil, yeni deyirəm. Məsələn, atası, anası Azərbaycanlı olan bir uşaq biz xarici ölkəyə qoysa, o artıq xarici mühitdə formalaşacaq, xarici dildə danışacaq. Yəni, atanın, ananın dili ilə bağlı deyil. İrqi irsi xarakter daşımır, bir səhvdir. Dil ictimai hadisədir, şuurun rolu yoxdur. Səhv fikirdir. Yəni, şuur olmasa necə danışsın? 3. Yeganə ünsiyyət vasitəsidir fikri səhvdir. Əgər burada yeganə sözü olmasa, deyər ki, dil insanlar arasında ünsiyyət vasitəsidir, düzdür. Burada da yeganə sözünə görə səhvdir. 4. Dil yalnız insana məxsusdur. Bu fikir düz fikirdir. Yalnız insana məxsus. Heyvanların çıxardığı səslər, yəni onlardakı dil deyil, instinktdir. Və bir dənə də qapalı sual da veriblər bir dəfə. Baxın buna. 5-ci testdə. Yazıb ki, yanlış fikir hansıdır? Dil insanlar arasında yeganə ünsiyyət vasitəsi deyil, düzdür, yeganə ünsiyyət vasitəsi deyil. İctimai hadisədir. İrqi irsi cəhətlərlə bağlıdır fikri səhv fikirdir. Yəni, bağlı deyil. Bir də D variantına fikir verin. Dilin yaranmasında insan orqanizminin şaquli vəziyyətdə olması mühüm rol oynamışdır. Yəni, bu düzgün fikirdir. Şaquli, yəni düz böyüməlidir. Yazı ilə bağlı. Öncə baxaq biz əşyəvi yazıya. Əşyəvi yazı, məsələn, yəqin ki, hər biriniz bir qalanın sirrinə baxmısınız. Bir qalanın sirrində Oktun içərisində göstərir sim, nar, qıfıl. Bu əşyadır. Əşya vasitəsilə izah edirdilər. Şəkli və fikri yazını necə qarışdıracaqsınız siz? Məsələn, şəkli yazının digər adı piktoqrafikdir. Fikcə ingilis dilindən şəkil deməkdir. Fikri yazının digər adı ideoqrafikdir. Qrafa yazılır. Demək, məsələn, bizə veribdir, aptekin qarşısındakı ilan, qabın içərisindəki ilan, bir də bizə verir ki, mağazanın, qızıl mağazasının qarşısındakı üzük şəkli və dəvətnamədəki qoşa üzük. Demək, bunları necə fərqləndirik? Baxın, bu aptekin qarşısındakı ilan, bu fikri yazıya aiddir. Qızıl mağazasının qarşısındakı üzük şəkli yazıya aiddir. Dəvətnamədəki üzük aiddir fikri yazıya. Əgər unutmayın, şəklini çöldə gördüyünüzü, məsələn, meyvə tərəvəz dükanının qarşısındakı almanın şəkli, şəklini çöldə gördüyünüzü daxil olub içəridən ala bilirsinizsə, bu şəklidir. Məsələn, biz meyvə tərəvəz dükanının qarşısında alma qoyub, almanı o tərəvəz yerindən ala bilirik. Və ya da qızıl mağazasının qarşısında üzüyü qoyub, biz daxil olub o üzüyü ala bilirik. Amma dəvətnamədəki üzüydür, aptekin qarşısındakı ilanı biz daxil olub aptekdən ala bilmirik. Demək, daxil olub ala bildiklərimiz şəklidir, ala bilmədiklərimiz isə fikridir. Ümumiyyətcə, bax, yol hərəkəti qaydalarıdır. Məsələn, məntiqdə keçirsiniz operatorlardır, Azərbaycan dilində keçirsiniz kökdür, leksik şəkilçidir, qrammatik şəkilçidir, bu işarələrdir.
yol hərəkəti qaydalarıdır, musiqidə solo açarlardır, notlardır, ayaq izləridir. Məsəl üçün, qar yağıb üzərində ayaq izi var, torpağın üzərində ayaq izi var, şehlotun üzərində ayaq izi var. Bunlar hamısı aiddir fikri yazıya. Yəni, işarə sistemi hamısı aiddir fikri yazıya. Mendeleyev cədvəlinin özü belə fikri yazıya aiddir. Və gəlirəm hər dəfə imtahana gətirdikləri bir hissəyə. Normalarla bağlı. Ədəbi dilin 3 norması var. Fonetik, leksik və qrammatik. Fonetik norma bölünür 2 yerə. Orfoqrafik və orfoepik. Orfoepik deyirsə tələffüzdür, orfoqrafik deyirsə yazılışdır. Qrafa yazıdır. Tələffüzü çox zaman vermir, vurğuda poza bilər bunu. Əsasən gətirdiyi orfoqrafikdir. Ümumiyyətcə bu normalar pozulursa, orfoepik və yaxud da orfoqrafik, yəni dilin fonetik normasının pozulması deməkdir. Orfoqrafik və bu yazılış pozulursa, yazılışı pozul. Sizə variantda orfoqrafik verməz. Fonetik verər, yenə də düzgün götürün. Yəni fonetiki də götürə bilərsiniz. Və yaxud da sizə A variantında fonetik, B variantında orfoqrafik cavabını verə bilməz. Sözü səhv yazacaq. Məsəl üçün, məşhur sözünü səhv yazıram. Məhşur yazıram, ş ilə h-nın yerini dəyişdim. Demək, burada orfoqrafik norma pozulub. Variantda orfoqrafik olmasa, fonetik versə götürün. Fonetik norma, yəni eynidir. Orfoqrafik də yazılışdır, fonetik də. Demək, orfoqrafik norma nə zaman pozulur? Məsələn, xüsusi ismi kiçik hərflə yazır. Kiminsə adını kiçik hərflə yazdıq. Burada artıq pozuldu fonetik norma. Məsələn, imtahanın birində papaq sözünü yazır, papaq. Cümlənin içərisində yazıb. Yazıb ki, hansı fonetik norma hansı variantda pozulur? Yazılışda səhvə yol verirsə, fonetik norma pozulur. Əgər bizə əsər verir, baxın, Xosrov və Şirin. Əsərləri dırnaqsız verirsə artıq yenə fonetik norma pozuldu. Və yaxud da sayılardan sonra defis qoymur. 25-cidə baxın, defis qoymamışıq. Və yaxud da mürəkkəb sözlərin ortasında defisi verməmişik. Və yaxud da rum rəqəmlərindən sonra, baxın burada, defis işarəsi qoyub şəkilçi yazar. Bu yazılış səhvdir. Orfoqrafik, yəni fonetik normanın pozulmasıdır. Bunun özü 10-cu əsr deməkdir bu qaydada. Sonra söz sətirdən sətrə səhv keçirirsə, eyni qaydada yenə fonetik normanı pozur. Amma tələffüzdə vurğudan düzgün istifadə etmirsə, orfoepik normanı pozur, tələffüzü pozur. İndi bunlarla bağlı test göstərəcəm sizə. Leksik norma isə sözün mənasına bələd olub düzgün yerində işlətməyi tələb edir. Məsələn, deyirəm ki, leksik normanı pozuram. Mənə çay tök. Tök yox, süz olmalıdır. Burada mən leksik normanı pozdum. Və yaxud da deyirəm ki, Vətən müharibəsi haqqında film yazdılar. Yazdılar, çəkdilər olmalıdır. Filmi yazmalılar. Leksik normanı pozdu. Bir də məcazları görərsiniz. Məcazlar normanı pozmur. Məsələn, burada nümunələr vermişəm. Humay boşqaba aş qoydu, yox, çəkdi olmalıdır. Toyuqlar yuvalarına doluşdu, yuva deyil, hindi. Qrammatik norma isə əsasən şeirlərdə biz rast gəlirik. Yəni, xəbər cümlənin əvvəlinə gəlirsə, inversiya varsa, burada qrammatik norma pozulur. Məsələn, yazırıq ki, çəkilsin dağların dumanı çəni. Artıq burada qrammatik normanı pozduq, çünki xəbəri gətirdik əvvələ. Xəbər cümlənin əvvəlinə gəlirsə, qrammatik norma pozulur. Əsasən şeirlərdə verir bunu. Yəni, deyərdim ki, şeirlərdə 90% qrammatik norma pozulur. Sonra növbəti nə zaman pozulur qrammatik norma? Mübtədə ilə xəbərin uzlaşması var. Baxın, əgər mübtədə cəmdirsə, məsələn, yazıram ki, uşaqlar, mübtədəsi cəmdir, üçüncü şəxsdə oynayır. Mübtədə cəmdirsə, üçüncü şəxsdə insandırsa, xəbər də cəmdə olmalıdır. Xəbər təkdə verirsə, qrammatik norma pozulur. Yəni, uzlaşma pozulubdur. Oynayırlar olmalıdır. Binalar söküldülər. Burada da mən qrammatik normanı pozdum. Əgər mübtədə insan deyilsə, cəmdirsə, xəbər olmalıdır təkdə. Yəni, lərsiz olmalıdır. Və yaxud da nə inkar bağlayıcısından sonra gələn feil olmalıdır təsdiqdə. Əgər nə inkar bağlayıcısından sonra gələn feili inkarda verirsə, məsələn, elə iş tut ki,
Ne şiş yanmasın, ne kebab. Yanmasın yox, yansın olmalıdır. Demək, nə inkar bağlayıcısı varsa cümlədə feil olmalıdır təsdiqdə. Yəni bir cümlədə iki inkar verib. Bax, burada qrammatik norma yenə pozulur. Amma bir sözdə iki inkar verirsə, məsələn, çatışmamazlıq sözündə fonetik norma pozulur. Çatışmazlıq olmalıdır. Bir sözdə iki inkar ola bilməz. Burada fonetik norma pozulur. Bir cümlədə iki inkar verirsə, burada qrammatik norma pozulur. İndi gəlin bunlara mən sizə qəbulların içərisindən test göstərim bunlara aid. Məsələn, 2025 noyabrın qəbuluna baxaq, norma ilə bağlı. Məsələn, 7-ci testdə bizə norma ilə bağlı verir. Nümunədə ədəbi dilin hansı normaları pozulub? Yaz gəldi, açıldı bahar gülləri. Açıldı xəbər gəlib əvvələ. Dedik ki, şeirlərdə əsasən qrammatik norma pozulur. Xəbər cümlənin əvvəlinə gəlirsə, qrammatik norma pozulur. Artıq burada qrammatik norma pozulubdur və bir də könlüm sözündə könlümü yox, könlümü olmalıdır. Ü artıqdandır. Burada da fonetik norma pozulub. Demək, fonetik və qrammatik olan cavabım, görürsünüz, fonetik verməyib, orfoqrafik verib. Yəni, bu da yazılışdır. Ona görə cavabımız E olacaq. Bu sözlər var, bu sözlərə isimdə baxarsınız, tez-tez gətirir bu sözləri. Ümumiyyətcə, insanın bədən üzvlərinə aid olan sözlərdir. Ağıl, alın, çiyin, qoyun. Qoyun qucaq mənasında. Sonra boyun, ovuc, qarın, bura daxildir. Oğul və qayın sözü. Bunlara hal şəkilçisi qoşanda, məsəl üçün deyirəm ki, oğula. Saitlə başlayan hal şəkilçisi qoşulursa, son icadakı saiti düşmür. Oğlum, artıq mənsubiyyət qoşduq. Bunlardan başqa yerdə nə qalırsa, bu sözlərə saitlə başlayan hal şəkilçisi də qoşsaz, mənsubiyyət də qoşsaz düşəcək. Bu sözlər az deyil, çoxdur. Könül, cisim, qisim, səbir, sətir, bir neçə deyən. Görürsünüz, mənsubiyyət və hal gələndə ü düşməli idi. Artıq düşməyib. Bunları əzbərləməyə ehtiyac yoxdur. Bədən üzvlərini, oğul, qayın sözlərini yadınızda saxlayın. Yerdə qalanların da hamısında sait düşür. Sonra növbəti bir test göstərim bununla bağlı. Sentyabrın qəbulu. Məsələn, 8-ci testdə. 8-ci testdə bizə deyir ki, ədəbi dilin hansı normaları pozulmuşdur. Zəmilərdən yığan xeyli tərəvəzləri. Bax, artıq biz qrammatik norma deyəndə uzlaşma da axtarmalıyıq. Bayaq göstərdim müftədənin xəbərdə. Sayda da keçmişik bunu. Demək, dedik ki, hansı saylardan sonra cəmsim gəlir? Bir sıra, bir çox saylarından sonra cəmsim gəlir. Çoxlarla bir də larca. Bunlardan sonra plus tək də gəlsə düzdür, cəm də gəlsə düzdür. Yerdə qalan saylardan sonra hamısından sonra tək isim gəlir. Demək, baxın, xeylidən sonra tək verməliyik. Tərəvəzlər yox, tərəvəzi olmalı idi. Lər cəm veribdir. Bundan sonra tək isim. Demək, burada qrammatik norma pozulub. Doldurub yox, yığıb. Burada da leksik norma pozulub. Yaxud zəmi yox, bostan olmalıdır. Yəni, zəmidə arpa buğda əkilir də. Arpa buğdanın içində niyə qovun əksinlər ki? Leksik və qrammatik. İndi bu bir aydır. Sentyabrın BB-sində göstərim bu sualı. Yedinci sualda deyir ki, nümunədə ədəbi dilin hansı normaları pozulmuşdur? Zəfər döyüşümüzdə vəfat edən hər bir qəhrəman sözünü səhv yazıb. A yox, ə olmalıdır qəhrəman. Qəlbimizdə əbədi xatirəsi, qəlbimizdə əbədi iz buraxdı. Burada fonetik pozulubdur. Vəfat edən yox, şəhid olan və həlak olan qoyardı bura. Leksik normada burada pozulub. Demək, bu cümlədə həm fonetik, həm də leksik norma pozulubdur. Burada fonetik olmaz, orfoqrafik olar, yenə də götürün. Yəni, hər ikisi eyni. Və aprelin qəbulunu göstərirəm növbəti 2026.
7-ci testdə bizə deyir ki, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sözdə ədəbi dilin hansı normaları pozulmuşdur? Görürsüz, birinci cümlədə, ikinci cümlədə də normanı pozubdur. Ucaltdığı xəbər gətirib əvvələ qrammatik norma pozulub. Qoynunda sözündə görürsüz yenə bayaq var idi, dedim saitlə başlayan hal şəkilçisi gələndə bədən üzvlərində sait düşmür, mənsubiyyət gələndə düşür. Qoynunda burada mənsubiyyət gəlib deyə u düşməli idi. Düşməyib, yazıb bura. Burada fonetik norma pozulub. Deyir ki, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sözdə. Deməli, görürsüz, çaşdırmaq üçün variantda orfoqrafik və qrammatik qoyubdur. Çaşdırmaq üçün. Amma orada qrammatik normanı götürməyəcək. Niyə? Bizdən hər iki misranı istəmir. Bizə deyir ki, verilmiş nümunədə mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sözdə hansı norma pozulub? Mənsubiyyət hal qəbul edən də qoynunda sözüdür. Saitini salmayıb deyə fonetik norma. Yalnız orfoqrafik norma pozulubdur de. İkini götürmədik ki, onu bizdən istəmirdi. Mənsubiyyət hal qəbul edəni istəyir. Digər ikinci variantda mənsubiyyət hal qəbul edən söz yoxdur. Yəni, belə suallarda diqqətli olun. Və gəlirəm nəyə? Əməli yazı nümunələrinə hər dəfə imtahana gələn suallardan biridir. Demək, yoldaşlar, hardakı açar sözlərini bilsəz kifayət edir. Yəni, heç bunları oxumağa ehtiyac yoxdur. Yəni, əziyyət çəkməyə ehtiyac yoxdur bunlardan ötürü. Əgər təhlil, tənqid, fikir, mülahizə, söz mənalarını verən əməli yazı nümunəsi istəyirsə sizdən, bu rəydir, fikir bildirir. İkinci test eyni qayda ilədir. Baxın, fikir var. Rəydir. Üçüncü testdədir, hansı əməli yazı nümunəsinə aiddir. Hər hansı bir şəxsin kimliyini bildirir. Kimlik təsdiq etmək üçün verilən əməli yazı nümunəsi arayışdır. Kimlik gördünüz, arayışdır. Və yaxud da həqiqətən sözünü gördünüz, arayışdır. Dördüncü testdə bu əməli yazı nümunəsinin xüsusi forması yazılarkən pasport və ya vəsiqə təqdim olunmalıdır. Pasport və vəsiqə xüsusi forma və yaxud da sizə verir təcili forma deyərsən, bunlar teleqrama aiddir. Demək, dördüncü testin cavabı teleqramdır. Beşinci testdə baxın, yeni təcili var. Ən tez zaman ərzində sahibinə çatdırılmalıdır. Bu da teleqramdır. Altıncı testdədir. Bu sənədi idarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur. Etibar edir sözünü görsəz, bu vəkalətnamədir. 7-ci sualda adı ərəb mənşəli söz olub. Hər hansı bir məsələni sözü ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə. Aydınlaşdırırsa izahatdır. Bax, bu həmçinin may ayının qəbulunda vardı 2025-də. Yazıb ki, sürücü işə gələrkən yolda gecikib və o hansı əməl yazı nümunəsini yazmalıdır? Tıxac olduğu üçün gecikib. O yazmalı idi izahatı, yəni aydınlaşdırır ki, niyə gecikib. İmtahanın birində də salıb ki, şagird dərsə gəlməyib və növbəti dərs gələndə hansı əməli yazı nümunəsini yazmalıdır? Artıq yazmalıdır izahat. 8-ci testdə, bax bu qaydada əziz oğlum, bacım, salam sözləri ilə başlayan əməli yazı nümunəsi məktubdur. Əməli yazının ən sərbəst forması, sərbəst. Ən sərbəst deyirsə məktub. Amma ən sadə deyirsə ərizə. 9-da eyni qaydada məktubdur. Adı cavabımız. 10-cu testdə Könül Kərimova ali məktəbə qəbul olmuşdur. Sənədlərini universiteti təqdim edərkən ondan özü haqqında, artıq oxumağa ehtiyac yoxdur. Baxın, özü haqqında ətraflı məlumat verirsə, özü haqqında deyirsə, tərcümeyi hal yazmalıdır. Həmçinin 11-ci testdə baxın, yenə özü haqqında baxın. Rüfət İsmailov Dövlət Qulluğuna işə girmək istəyir, sənədlərini təqdim edərkən onun özü haqqında ətraflı məlumat verilməsi tələb olunur. Özü haqqında ətraflı məlumat istəyirsə, bu tərcümeyi haldır. 12. Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankı əhalinin nəzərinə çatdırır ki, artıq olacaq nə? Bildiriş. 13-cü testdə bayaq dedim, kimlik bildirirsə arayışdır, bir də həqiqətən sözünü görsəz, həqiqətən var. Bu da arayışdır. 14. Məzmununa görə bu əməli yazı növünün iki formasına təsadüf edilir. Şikayət xarakterli ola bilər, xahiş xarakterli ola bilər. Demək, şikayət xahiş xarakterli əməli yazı nümunəsi deyirsə, bu ərizədir. Aktla
Buradan protokolu bəzən qarışdıracaqsınız. Baxın, cinayət əhəmiyyəti deyirsə, dövlət əhəmiyyəti deyirsə, bir faktı açmaq üçün tərtib edilən əməli yazı nümunəsi və yaxud da xüsusi komissiyanın iştirakı ilə tərtib edilən əməli yazı nümunəsi bu akta aid akt. 16-cı sual 2022-ci ilin iyun ayının qəbul sualıdır. Görürsünüz, deyir ki, öz elmi rəhbərinə təqdim etmiş, onun elmi rəhbərinin dissertasiya haqqında fikirləri öz əksini tapır. Fikir bildirib. Fikir bildirirsə, olacaqdır. 17. Gənc şair Tamerlan Quliyev öz şeirlərini xalq şairi Zəlimxan Yaquba təqdim etmişdir. Zəlimxan Yaqub Tamerlan Quliyevin şeirlərinə öz münasibətini bildirib. Yəni fikrini bildirib. Bu da aid olacaq rəyə. Elan xarakterli əməli yazılar sırasına daxildir. Anonsdur. Elanın növləri var. Anons, reklam, afişa, bir də bildiriş. Daxil olmayanı soruşur. İndi anonsdur, reklamdır, bildirişdir, afişadır. Cavabımız olacaq annotasiya. Annotasiya kitab, jurnal, məqalə haqqında danışırsa, bu da annotasiyadır. Həmçinin qeyd aparmaq, əlavə etmək mənasını verir. Bu əməli yazı nümunəsi şəxs öz xətti ilə yazmalıdır. Öz xətti ilə yazırsa izahat və yaxud da öz xətti ilə yazmalıdır. Ərizəni də öz xətti ilə yaza bilər. 21-ci testdə baxın, yenə deyir, öz xətti ilə yazmalıdır ərizə. Televiziyanın ASTV bir kanalında Böyük Dayaq bədii filmindən fraqmentlər göstərilir. Əgər hansısa filmdən fraqman göstərirsə, bu aid olacaq anonsa. 23-cü test, oxucu onun vasitəsilə hər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilir. Onu müəllifin özü də yaza bilər, tənqidçi də, məqsəd bir neçə cümlə ilə şərh edir. Görürsünüz, kitabdan danışır. Kitabdan danışırsa annotasiya. Qoyulur, bəli. Latın dilindən olub, mənası qeyd aparmaq, əlavə etmək. Qeyd aparmaq, əlavə etmək görsəz. Kitab, jurnal, məqalədən danışırsa, yenə annotasiyadır. 25. Əməli yazının ən sadə forması. Ən sərbəst dedik məktubdur, ən sadə ərizədir və öz xətti ilə yazmalıdır. Demək, ən sadə forma və öz xətti ilə yazılan əməli yazı nümunəsi olacaqdır ərizə. 26-cı testin uzunluğunu görürsünüz və orada bir dənə cümləni gördünüz, kifayət edir. Görürsünüz, özü haqqında soruşur. Özü haqqında soruşursa, olacaqdır tərcümeyi hal. Baxın, özü haqqında. 27-də qışqırmaq mənasını verən əməli yazı nümunəsi reklamdır. Qeyd aparmaq, əlavə etmək deyirsə annotasiyadır. İlk vərəq, birinci vərəq yapışdırmaq mənasını verir. Bu protokoldur. Həmçinin yol hərəkəti qaydalarını pozarkən də protokol tərtib edirlər. Uzaq yazı mənasını verən 30-cu test. Əməli yazı nümunəsi uzaq və yazı. Uzaq deyirsə bu teleqrama aid. 31, 32, 33, 34-cü testlərin hamısının cavabı elan. Çünki afişanın, reklamın, anonsun, bildirişin hansının növü olduğunu soruşur. Hamısı elanın növüdür. Afişa elanın növüdür. Reklam elana uyğun gəlir. Anons elana uyğun gəlir. Bildiriş yenə elana uyğun gəlir. 35 2022-nin aprel ayının qəbul sualıdır. Yazıb ki, şagird müntəzəm olaraq dərsə gecikərsə, məktəb direktoru ondan hansı əməli yazı növünü tələb etməlidir? O izahat yazmalıdır. Niyə gecikdiyi haqqında. 36-da isə kitabdan danışır. Baxın, yenə kitabdan danışırsa olacaqdır annotasiya. Yəni, bunlar təkrar gəlir, rahat testlərdir. İndi gəlin bunların bir neçəsini qəbulların içərisindən göstərim sizə. Məsələn, may ayının qəbulunda. Yazın görüm 10-cu testin cavabını.
Ne yazarsın sonuncu testdə? Bir hansına uyğundur? Deməli, baxın, birincidə yenə kitabdan danışır, lüğətdən danışır. Deyir ki, Azərbaycan dilinin frazeologiya lüğəti Rafiq İsmailov, Qulu Məhərrəmli lüğətdə yazılı və şifahi nitqdə işlənən 70 minə yaxın frazeoloji ifadənin izahını vermişdi. İşə gələrkən və burada da ikincidə işə gələrkən gecikibdir və gecikibsə yazmalıdır. Tıxac olduğu üçün gecikib bu izahat yazır. Birinci rəy ola bilməz. Frazeoloji birləşmə lüğətindən danışır. Yəni kitabdır da, kitabdan danışsa. Bu da annotasiyadır. Annotasiya və birinci annotasiya, ikinci isə izahatdır. Düzgün cavabımız B idi bəli. Sonra növbəti düşə biləcək sual əvəzliklə bağlı ola bilər. Gəlin əvəzlikdən də göstərim. Əvəzlikdən ya məna növü ilə bağlı suallar düşür, ya da o və bu əvəzliklərində vergül düşür. Demək, o və bu əvəzliklərində vergülün işlədilməsi qaydası necədir? Qayda 1. O və bu əvəzliyi mübtədə yerində işlənməlidir. Qayda 2. Mübtədə yerində işlənib, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət və modal söz gələrsə vergül qoyulacaq. Ümumiyyətcə, odan budan sonra əsas nitq hissələrindən əvəzlik, fe'l gələrsə vergül olmaz və bir də köməkçi nitq hissələri gələrsə vergül olmaz. Və hansı sualına cavab verirsə vergül olmaz. Demək, bu hallarda vergül olmaz. Buraya yazıram ki, olmaz. Bu halda isə olar. Baxırıq indi 10-cu testdə. Bizə deyir ki, hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil. O, mübtədə vəzifəsindədir. Məğrur bir vəziyyət aldı, özündən sonra sifət gəlir. Bu doğrudur. B variantında doğru deyil. Çünki o mübtədə vəzifəsindədir, özündən sonra fe'l gəlir. Fe'l gəldiyinə vergül olmaz. C variantı düzgündür. O mübtədə vəzifəsindədir, isim gəlib. Baxın, odan sonra isim gələrsə vergül olar. Səyahət ismi gəlib odan sonra vergülü düzgündür. 19-da isə odan sonra say gəlib. Vergülü düzgündür. Demək dedik ki, odan budan sonra nə zaman vergül olmaz? Əsas nitq hissələrindən əvəzlik fe'l gələrsə vergül olmaz. Qalan hallarda vergüldən istifadə edilir. 11-ci testdə bizə deyir, bizdən doğrunu istəyir. O gün gələcək. O və bu, ümumiyyətcə o-ya aid olan buya da aiddir. O və bu əvəzlikləri hansı sualına cavab verirsə vergül olmaz. Məsələn, baxın, o gün gələcək hansı gün? Hansı sualına cavab verir burada? O işləmir. Özündən sonra fe'l gəlib, doğru deyil. Özündən sonra köməkçi nitq hissəsi gəlib. Odan budan sonra köməkçi nitq hissələri gələrsə vergül olmaz. Modal söz istisnadır. Modal söz gələrsə vergüldən istifadə edilir. D variantında ədad gəlib olmaz. E variantında odan sonra isim gəldiyinə görə vergüldən istifadə edilir. Bir də 12-ci test. Bu tipli testlər də görəcəksiniz. İstifadə edilə də bilər, edilməyə də bilər. B variantına baxın. O şairin yeni şeirlərini bloknota yazdı. Bir, o şairin, hansı şairin? Bir də deyirəm ki, o şairin şeirlərini bloknota yazdı. Yəni bunu mən ikili düşünə bilərəm. Yəni aprelin qəbulunu göstərim buradan sizə. O ilə bu ilə bağlı. 10-cu testdə konkret olaraq bizdən səhv istəyir. Qəbuldur bu. Durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyən edin. O
illəri yaman xatırlayırsan. Burada o əvəzliyi hansı sualına cavab verim? Hansı illəri? O əvəzliyi hansı sualına cavab verirsə vergül olmaz. Bir səhvdir. O mübtədə vəzifəsindədir. Həsrətlə baxdı körpəyə. Özündən sonra zərf gəlib deyə vergül düzgündür. İki olan variantları silirik. Biri götürdük. Üç səhvdir. Niyə? Çünki odan sonra feil gəlibdir. Qalxmaq. Dörd düzdür. Özündən sonra zərf gəldiyinə görə dördü də silək. Cavabımız 1, 3, 5'te. Hansını deyirsən? O sarı toru, hansı sarı toru? Hansı sualına cavab verir? Düzgün cavabımız 1, 3, 5'te. Və mayın qəbulunda bu dəfə də bir dənə də sual var idi. 2026-nın may qəbulu. Yəni, baxın, bir adı olmalıydı. Yeddinci test sizə deyir ki, hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyulmalıdır? Bu uzun zamandan bəri ondan eşitdiyim ilk xoş söz idi. Bizdən istəyir demək vergül qoyulanı. Bu gözəl həyatın, bax burada hansı sualına cavab verir? Hansı gözəl həyatın? Bu gecə doğrudan da qəribə idi. Hansı gecə? Bu hansı sualına cavab verir? Vergül olmaz. Bu ki dünyanın ən nemətidir. Bax burada bundan sonra köməkçi nitq hissəcisi gəldiyinə görə vergül olmaz. Bu dünya burada da hansı sualına cavab verir? Cavabımız qalacaq A variantı. Onun video izahını göndərmişəm axı mən sizə. Göndərmişəm onun video izahını qrupa. İşarələyərəm, baxarsınız orada.